Deməli, maraqlı bir suala baxaq. Uyğunluğu müəyyən edin. Sükunət halından düz xəttli hərəkətə başlayan cisimə təsir edən əvəzləyici qüvvənin zamandan asılılıq qrafiki verilmişdir. Cisimə aid olanları biz seçməliyik. Deməli, bir dənə X oxu çəkirik. X oxu. Deməli, X oxu çəkirik. Cisim, bax, belə bir cisimimiz var. Belə bir cisimimiz var. Sükunət vəziyyətindən hərəkətə başlayır. Bu ipucu bizə verir ki, cisim sükunət vəziyyətinə hərəkətə başlayıbsa, hərəkət yeyinləşəndir. Özə 0T intervalına baxaq, təcilin proyeksiyası mənfidir. Deməli, təcilin proyeksiyası mənfidirsə, onda belə çıxır ki, təcil X oxun əksinə yönəlib. Yəni, bax, təcilin proyeksiyası. Onda belə çıxır ki, onda cismin sürəti də X oxun əksinədir. Çünki cisim sükunət vəziyyətinə hərəkətə başlayıb. Sükunət vəziyyətində yenə də deyirəm, cisim hərəkətə başlayırsa, hərəkət yeyinləşəndir. Aha, bax, deməli, buradan aldıq ki, sürətlə təcilin istiqaməti eynidir, 0T intervalında. Deməli, 0T intervalında cisim yeyinləşən hərəkət edir, X oxun əksinə, X oxun əksi istiqamətində bərabər yeyinləşən, deməli, bura B uyğun gəlir. Sonra, bax, T2T intervalında qüvvə sıfırdır. Qüvvə sıfırsa təcil də sıfırdır. Deməli, hərəkət olub bərabər sürətli. Bərabər sürətli hərəkət hansıdır? X oxun əksinə özdə. Hərəkət X oxun əksinə gedir. Bax, X oxun əksinə gedir. Deməli, təcil sıfırdır. Təcil sıfırdır. Amma bərabər sürətli hərəkət eləyir. Təcil sıfırdırsa, hərəkət bərabər sürətlidir. Deməli, X oxun əksi istiqamətdə bərabər sürətli hərəkət eləyir. Növbəti 2T3 intervalında isə, yenə X oxun əksinə hərəkət eləyir cisim. Bax, yenə X oxun əksinə hərəkət eləyir cisim. Amma burada isə baxırsınız, 2T3 intervalında təcilin proyeksiyası müsbətdir. Bax, burada sürətin proyeksiyası mənfidir. Deməli, təcilin proyeksiyası da müsbətdir. Bu, deməli, hərəkət olacaq bərabər yavaşıyan. Deməli, hərəkət X oxun əksinə olacaq bərabər yavaşıyan. Deməli, onda cavabımız olacaq 1B, 2C, 3-də Y. Diqqətinizə görə sağ olun.